Hə, uşaqlar. İkinci mətndəydi. Sözü soruşurdum. Rezist dedik. Nə oldu rezistin mənası? Rezist. Dayanıqlı, dözümlü. Yox, rezist feil kimi? Müqavimət göstərməkdir dedi. Müqavimət göstərmək. Aha, resistant da bəli, dayanıqlı. Dayanıqlı başqa nə idi uşaqlar? Dayanıqlı. Resist. Durable. Sustainable. Sustainable. Stable. Stable sabit. Ola Durable. durable. Yox, sustainable. Sən nə dedin Fərid? Sustainable. Sustainable. Hə, sustainable, sürdürülə bilən ola bilər. Durable, stable, əsas amma bunlar gedir. Bir də ki, dayanıqsız sözü nə idi? Dayanıqsız, kövrək, sına bilən. Fragile. Fragile. Kövrək. Fragile var, düzdür. And Weak də ola bilər, zəif. o da ola bilər əslində. Bir də şeydir, vulnerable, vulnerable xatırlayırsınız. Onda qabağına in qoyanda invulnerable olur, dayanıqlı. Tamam. İndi 6.1.2, 11.1.2.3'e baxırdıq. By inventing the safety elevator, it was possible to have more space for office on the ground floor. Uşaqlar, elevator nə deməkdir? Elevate. O qaldırmaq deyil. Lift. Lift deyil. Elevate qaldırmaqdır, elevate. Elevator lift, bəli. Liftdir. It was possible to have more space for office on the ground floor. Məsəl üçün, indi tərcümə etmədən görüm. 11.1. Yox, amma burada biraz əlaqələndirmədir. Mənasını başa düşməliyik. Deməli, təhlükəsiz liftlər ixtira etmək üçün ilk mərtəbədə zirzəmidə, ground floor zirzəmi kimi gedir də. For office. Ofislər üçün daha çox boş yerin olması mümkün idi. Deməli. 11.1. Hə, bu cümlədir də. By inventing the safety elevator, Alicia Otis could solve the problem getting to top floor of a tall building, presenting to the public. Bu cümlə. Byzantine lower walls, there were more rooms for stores and office on the ground floor. Yəni, bu deyir nazik, alçaq divarların daxilində daha çox boş yer var idi, mağazalar və ofislər üçün zirzəmidə. Deməli bu Mənim orada top floor deyir, bir də ground floor deyir. bir dəqiqə bax. Ona görə meyləşdir. There were more rooms for store and office on the ground. Aşağıdakı cümlədə. Yox, bu cümləyə hesab. By inventing the safety elevator, bildim bu niyə səhvdir. Bildim. Yox, ona görə yox. Burada bu cümlənin ardına baxın. Deyir ki, by inventing the safety elevator, bu deməli, təhlükəsizlik liftini ixtira edərək Elisha deyir, getting to the top floor of a tall building. Yəni binanın yüksək mərtəbəli binanın ən yüksək zirvəsinə qalxmaq problemini həll edə bildi deyir. Yəni burada fikir başqadır. Burada isə deyir ki, bu lifti ixtira edərək ofislər üçün daha çox boş yerin olması mümkün etdi. Xeyr, yəni o cümlənin ardınca gələn ifadə deyir bu problemi həll edə bildi yüksək mərtəbəli binanın zirvəsinə qalxmaq üçün. Yəni qısacası bu cümlənin arxasını oxuyanda başqa fikir deyir. Amma burada başqa fikir deyil. Həmən o daha çox boş yerin olması əvvəlki cümlələrdə prosto yəni məlumat olaraq verilib. Aydın oldu nə demək istəyirəm? Ona görə false-dur. Bayaqki kimi idi elə. Bayaq o birisi mətndə də belə bir sual var idi. The first elevator was introduced in the middle of the 19th century. Bax, illərə, rəqəmlərə diqqət edin. 19-cu əsrin middle, in the middle, yəni ortasında introduced, təqdim edildi ilk liftimiz. Amma 19-cu əsrin ortalarında mətndə ili verib, çox vaxt onu burada əsrlə verirlər. Əsrin başlanğıcı, sonu. Bəli, ilk lift presenting it to the public in 1853. 1853-cü ildə ictimaiyyətə present nədir uşaqlar? Present. Təqdim etmək sinonimi nədir? Bax, cavabda elə onun sinonimini verir. Introduce. Introduce verib. Deməli, doğrudur. 1853-cü il 19-cu əsrin ortaları sayılır da, doğrudur. İndi 11.3-ə baxaq. The earthquakes made it impossible to build skyscrapers in Tokyo for a long time. Bax, impossible çox önəmli nöqtədir. Qeyri-mümkün etdi. Uzun müddət Tokyoda
Deməli, skyscraper nə deməkdir uşaqlar? Göydələn. Göydələnlər. Earthquake, Zəlzələ. ha, zəlzələlər uzun müddət Tokyoda göydələnlər tikməyi qeyri-mümkün etdi. This is true. 11.3. Tokyo didn't have tall buildings for a long time because of earthquakes. Burada isə bir dənə fiili fərqlidir. Deyir ki, zəlzələlərə görə, because of görə, for a long time, uzun müddət yüksək binalar yox idi Tokyoda. Deməli, yəni burada da inkar kimi verib də qeyri-mümkün edib zəlzələlər orada binaların tikilməsini. Truedur. Belə, sonra burada başqa sual olan bu mətndə Mən 12-yə də baxardıq da. 12. 12. Ardını tamamlama. As more people live in urban areas. Urban nədir? Ne demek? Şəhər. 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 Şəhərlərdə daha çox insan yaşadığı üçün, as üçün, because bərabərdir. 12. Baxın bu hissədədir. Daha çox insan yaşadığı üçün deyil. Burada da başqa cür deyil. As the population of the city increase. Increase nə deməkdir uşaqlar? Artırma. Artmaqdır. Sinonimləri nə ola bilər increase sözünün? Decrease. Rise. Decrease. Rise idi. Rise, increase, rise. Then enhance, yüksəltmək. Improve olar. Bəli, bəli. Improve onu, mən də onu deyirdim. Improve təkmilləşmək mənası var, həm də artırmaq mənası da var. Ola bilər. Improve, enrich. Enrich belə, burası hər biri fərqli situasiyalar. Zənginləşdirmək, artırmaq. Enlarge. Neysə, orada deyir daha çox insan yaşadığı üçün, burada da deyir ki, əhalisi, şəhər əhalisi, city-ni orada urbanla əvəz edib. Şəhər əhalisi artdığı üçün, arxasınca nə deyir? The number of skyscrapers increases too. Yəni göydələnlərin sayı da artır. Because they take less space. Less, daha az, space, yer tutur. Çünki onlar daha az yer tutur. Və o cümlənin ardınca nə dedi? Deməli, the number of high buildings taking less space rises. Burada high buildings deyir. The number of, arxasınca nə dedi? The number of skyscrapers, göydələnlərin sayı. Orada skyscraper'a high buildings deyir, yüksək binaların əvəz edib, doğrudur. Increase deyir, orada da increase deyir, true. Yox, increase verməyib, eyb yoxdur, problem deyil. Take less space, increase rise-lə əvəz edib də. Rise artır. Take less space, bəli. Take less space. Cümlənin prosto biraz quruluşunu dəyişir. Başa düşdünüz? Yəni, burada sifət kimi verir. 13-ə də baxa bilər ki, mənim zəhmət Resistant, olmaz. baxıram. Bir dənə fikrim tamamlayıb baxıram. Uşaqlar, resistant nə oldu deməli? Dedikdə resistant. Davamlı. Dayanıqlı. Dayanıqlıdır, dayanıqlı. Deməli, dayanıqlıdırsa not affected by something. Affected, affect. Təsir etmək. Təsirlənmək, bəli. Nədənsə təsirlənməyən də, zərbə almayan. Able not to be damaged. Zərər, zədə almayan. Not harmed. Aydındır, zərbə almayan, zədə almayan. Deməli, dayanıqlıdır. Burada deyir ki, not having a larger distance between opposite sides. Əks tərəflər arasında böyük məsafəyə sahib olmamaq mənasızdır. Affecting a large number of people or things. Çox böyük sayda insanları falan cəlb etmək. O da uyğun deyil. Weak nədir bəs? Weak. Zəif. 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 Deyirsən. Easily hurt. Asanlıqla zərər alan. Asanlıqla incitilə bilən. Bu əksinə şeydir. Vulnerable. Dayanıqsız. Fragile. Dayanıqsız o sözlərdir. Easy to see or understand clear. Görülməsi asan olan bu obvious-dir. Obvious nə demək uşaqlar? Aşkar etmək. Aşkar, aydın, bəli. Sonra kimin səhvi var? 14-dən 5-də var səhviniz. Yoxdur. 15. 15-də nə yazmısan? 2-4 demişsiniz deyəsən. Mən 1-2-4 götürmüşəm. Bilirsən orada o da səhv deyəsən. Mən 1-2-4 götürmüşəm. 2-5-dir cavab. 2-5. Hə. Beşinci sualın what was reason? What question does the passage answer? Hansı sual cavab var deyir. What was the reason of having thick walls in tall buildings?
Tik nədir bəs uşaqlar? qalın, Qalın, aha. Yüksək binalarda qalın divarların olmasının səbəbi nə idi? 15.5 bu hissədə idi. Aha. Deməli, to support the upper walls of the building. Məqsədi, səbəb nə idi? Səbəbi məqsədi to ilə ifadə edirik də, yəni biz şeydən. İngilis dilində to, in order to ilə. Baxın, the stone walls, thick sözü buradadır. Divarlar, daş divarlar. At the base were 9 feet thick. 9 feet qalınlığında idi daş divarlar. Və nə üçün? To support the upper walls of the building. Binanın yuxarıdakı binalar, yuxarıdakı divarlarını support, dəstəkləmək üçün. Səbəb nə idi? Yuxarı divarları dəstəkləmək idi. Aydındır? Və burada isə bu hissəsinə görə yəqin səhvdir. What materials are used in constructing modern elevators? Müasir liftlərin construct nədir uşaqlar? İnşaat deməkdir desəm, evet. Daşdan Değil. İnşaatında hansı materiallar istifadə olunur? Burada materiallar falan deyəsən yazır, amma müasir liftlər deyir. Baxın. Müəllim, orada iron yazılıb, dəmir. Bəlkə Ya, deyirəm o bəli. kömək edə bilər. Amma biz burada ilk liftin yaradılmasından danışırıq Məhdi. Bəli, iron, dəmir. The first advancement was the mass production of iron and steel. Dəmir, poladın kütləvi istehsalı. Amma the second of the production was lightweight metal beams. Yüngül çəkili metal dirəkləri istehsalı idi. Amma bu əvvəlki zamanlardan danışır. Burada bizdən soruşur ki, modern elevator, müasir liftlərin inşasında hansı materiallardan istifadə olunur? Ona görə 4 səhvdir. Sonra gəldik qrammatikaya. Birinci elə söz demişkən, fragile nə deməkdir dedik? Bayaq elə dedik o sözü, fragile. Qırıla bilən, zəif. Bəli, zəif, dayanıqsız. Nə oldu? Qırıla bilən, easily broken. Valuable, fragile sinonim nə dedik? Weak dedik. Weak dedik. Gedər, safe. Bir də bu ilə vulnerable. Vulnerable. Sonra şey də var. Sensitive. Həssas. Qırıla bilən. Valuable. Bu dəyərli kimi də. Qiymətli A dəyər. variantıdır ona. Worth of a lot of money. 3-ədəki gedir deyəsən. E variantı happy, cheerful. Jolly nədir bəs? Şən. Can, cheerful, happy, joyful, merry. Hamısı şəndir. Glad da var. Şən, şad. Tamam. Sonra Mən sırana baxaq da hamısına elə qrammatikama baxış istəyirəm ki, gedək. hamısına baxaq, yaxşı. Deməli, zamanlarla bağlı, məsələn, bu testə baxanda konkret bizdən zaman istəmir. Görürsünüz, sadəcə deyir ki, cümləni tamamla. Zaman uzlaşmasına fikir verməliyik mütləq şəkildə. Bura to keçmişdi deyə, keçmiş yerdə have, has, indiki zaman olmaz. B ilə C-ni atdıq. A deyə qaldı. Baxın, had presented, had been presented. Presented. Üçü də keçmişdi. Been varsa, əgər idili feilin qabağında to be, was, were, been, is, are, to be'nin formaları varsa o nədir bəs? Presented, had been presented'in fərqi nədir? Kökündən dəyişən. Biri deyəsən məfuldur. Digəri formada. Bəli, məchuldur. Bax, idili feilin qabağında, kökündən dəyişən feilin qarşısında to be'nin hansısa formasını görürsünüzsə, bilin ki, o məchul növdür. Presented təqdim etdi, had been presented təqdim edildi. İndi həmişə də bax, fikir verirəm. Fərqi bilən qulaq as. Çünki deyəsə eyni anda danışırıq, bilməm, ya da səs gəlir. Ümumiyyətlə fikir verirəm magistrlara çox hallarda elə gətirib axırda feilin məhcul forması ilə adi məlum formasını qarşı-qarşıya qoyurlar. Onu fərqləndirməyin yolu nədir? Ya tərcümə etməlisiniz, ya da ki,
Mən demişəm ki, feilin özü ilə məchulunu fərqləndirməyin yolu nədir? Özündən sonra tamamlıq gəlirmi? Yəni kimi kimə, nəyə, nəyə sualına cavab verən isim ya da vəzif varmı? E, Deyir ki, baba, by her parents, by. Biz bu cümlə məşğulunu çevirəndə nə edirdik? Mübtədanı by ilə cümlənin sonuna atırdıq. Əgər onda bu tipli testlərdə by varsa, direkt məchul növdür. Çünki deyir ki, valideynlər tərəfindən təqdim edən yoxsa təqdim edilən. Təqdim edilən. Bay varsa məchul Edilən. seçməliyik. Bir dənə məchul cavabdır. To be-li olan D variantıdır. Fikir ver. Presented-in qabağında was, were yoxdur. Məsələn, was olsaydı bu da bəlkə də ola bilərdi. Başa düşdünüz nə demək istəyirəm? Deməli, cümlənin sonunda by varsa, by plus isim. Onda mütləq burada by'dan əvvəl to be participle to quruluşu olacaq. Yəni məchul quruluşu olacaq. Başa düşdünüz? Bir budur, feilin özü ilə məchulunu fərqləndirməyin yolu. Bir də ki, özündən sonra tamamlıq varmı? Məsələn, bu by olmasaydı çaşa bilərdik. Çünki to her, ona var da tamamlıq. Amma artıq by var deyə dəqiq bilirik ki, bu məchuldur. İndi söz önləri. Bu bunu da qəlib kimi. Pay attention. Əzbər bilməsidir. Bunu əzbərləmək. Pay attention to'dur. Ama take attention into'dur. Yani ikisinin fərqlidir, diqqətli olun. Pay attention to. To'dursa, nə deməkdir pay attention to? Diqqət yetirmək. Aha. Diqqət yetirməkdir. To'dursa, deməli ya aldı ya da yedi. İndi burada of yoxsa by, from yoxsa with. From nə deməkdir? Bəndən. Bəndən. Bax, come gəlməkdə, hə? Come-dan sonra with necə ola bilər, düzdür? Otaq ilə gəlmək, yoxsa otaqdan gələn? Otaqdan. Bəli, burada from olmalıdır, deməli yedi. Otaqdan gələn pianinanın səsi. Yəni, of iki isim arasında nə məna verir? In, un, yelkal şəkilçimizdir. Belə. 19'u dedik, indi 20. Dediyim kimi, sual cümlələrdə ən birinci nəyə fikir verməliyik uşaqlar? Quruluşa. Quruluşa. Sual sözü, mübtəda xəbər. Mübtəda tamamlıq xəbər. Sual sözündən sonra mübtəda gəlməz. Nə gəlməlidir? Xəbər. Sual söz, üstə gələnsin köməkçi feil, mübtəda, daha sonra əsas xəbər. Bəli. Sual sözü, köməkçi və mübtəda xəbər. Yalnız iki sual sözündən sonra birbaşa xəbər ola bilərdi. Bunlar hansıydı? By, what. Bu what. Bu what-dan sonra birbaşa xəbər gələ bilər. Sonra diqqət edirdik nəyə? Do, does, didlə. Do, does, didlə nə yanaşı durmazdı? Do, does, diddən sonra nə gəlməz? Deyil, gəlməz. Buna mütləq fikir verin. Do, does, didlə feili yanaşı gördünüzsə, bu səhvdir. Amma bunların inkar forması don't, doesn't, didn't. Bunlardan sonra birbaşa feilin gəlməsi doğrudur. Məsələn, biri var deyirəm ki, who didn't attend the meeting. Bir də var deyirəm ki, who did attend the meeting. Hansı düzdür? Hansı Didn't olan, inkarda olan. düzdür? Didlə feil yanaşı durmur. Onlar arasında mütləq mübtəda girməlidir. Do, does, didlə feil arasında mütləq mübtəda olmalıdır. Və bir də diqqət edirik sual cümlələrində yenə deyirəm şeydir, when-ə, when-lə what time-dan sonra hansı zaman işlənə bilməzdir? Buna zamanlarda da fikir verməliyik hər yerdə. When və what time-ın yanında hansı zaman olmaz? Bitmiş zaman. Yəni quruluşu İndici bitmiş. Have, has, üstə gəl participle to. Olmaz. Və bir də why ilə başlayan cümlədə hara fikir verməliyik? Sonunda for olmamalıdır. Yes. Why ilə başlayan cümlənin sonunda for olmaz. Aha. Belə. İndi baxaq bura. Burada biz staying alone sual veririk. Nədən qorxur?
Birinci söz sırasına baxaq. Sual sözündən sonra birbaşa köməkçi feil olmalıdır, amma burada görürsüz were atıb sonraya. What was içi olur. Y-də də köməkçi feilin yerini dəyişib mübtədanın önündə olmalıdır. Deyinən yeni atdıq. Why ilə başlayan cümlənin sonunda sözün olmaz. Axı why nə üçün deməkdir? Heç bir sözün işlənilməz. Və adı da mübtəda xəbər olur. Bax, burada word isə burada niyə was olsun? Biz sual cümləsində heç bir elementi dəyişə bilmərik. Sadəcə altından xətt çəkilmiş sözü ata bilərik, atmalıyıq daha doğrusu. Başqa heç nəyə toxunmuruq. Burada word, burada was. Children cəmi necə was ola bilər? Aydın oldu? Belə. İndi bu qalan vaxtımıza da gəlin grammar işləyək. O birisi çünki sınavımızı eləmişdik. Topludan işləyək. Üçüncü gün öz vaxtımızda keçəcəm dərsimizi. Amma 6-cı gün dərsini istəyirəm şey eləyim. 4 ya da 5-ci gün axşamına atdım. Uyğun olar hər birinizə. Müəllim, əla olur. 6-cı gün keçməyib də. Mən ona görə deyirəm. Bilirəm ki, 6-cı gün səhər imtahandır. Gecə vaxtı oldu, axşama düşür dərsimiz. Qoşula bilməyəcəksiniz. Belə, hansı mövzuya baxaq? Gəlin biz siz əsas nələrə baxaq. Bu zamanlardır, nə bilim, passive voice-dir, modal feil. Modal feillərə baxaq. Modal feil. Aha. Burada Ən modal çox mənim hansı düşürsə onlara baxın. elə onlara görə deyirəm də. Modal Passiv voice-ə də baxarıq sonra. 70-ə baxaq. Bax, modal feillərdə bizim ipucumuz nə idi? Birincisi nə idi? Bir dənə xatırlayaq, sonra eləyək. Birincisi nöqtələrdən sonra to var mı ya yox ona baxırıq. Çünki sadəcə 3 modal to ilə işlənir. Hansılar idi? Ought to, will be able to. Ought to be Bir able neydi? To be to. able to. Bir də have to. Düzdür? Aha, have to. Have to, has to, had to, ought to. Bir də to be able to. Ay. To be able to hansı modalın sinonimdir? Can, Kəndən could, sinonimdir. Deməli, mənası nədir ikisinin də? bacarmaq, Bacarmaq, bilmək. Ought hansı modalın sinonimdir? must'la. No. Niyə? Should'la. Should, hə, doğru. Mənası nə deməkdir? Should'la ough'tunun. Malı məli kimi məsləhət xarakterlidir də. Gərək edəsən, gərək görəsən. Gərək deməkdir. Should, ought to gərəkdir. Have to isə hansı modalın sinonimidir? Malı məli, must'ın. Must'la, bəli, malı məli deməkdir. To be able to'nun zamanlarını bilməliyik. To be able to'nun keçmişi necə olurdu? Keçmiş zaman. Was-la. Was, were, able to. Bunu bilirsiniz də sadəcə. Gələcəyi, əsas gələcəyini fərqli salır. Gələcəyi Will be. be. Be'si olmalıdır. Will'in inkarı necədir? Will'in inkarı. Want. Yes. Want be able to. Will be able to. Be'sini buraxırlar, diqqətli olun. And perfect, present perfect, past perfect forması. Necədir present perfect, past perfect? Bindiki bitmiş, keçmiş, bitmiş necə düzəlir? ING. Nə ing? Has been. Had been able to. Və ikinci diqqət edirdik ki, yeganə modal feil hansı modaldır ki, biz onun inkarı və sualını özüylə yaratmırıq. Nin. Has to, have to. Have to. Need'dir. Have to, has to, Have had to, to. has to. Bunlar ancaq burada Have to-nun- köməkçi feillər yaranır. Bəli, have to-nun inkarı necədir uşaqlar? Don't. Don't have to. Don't have to. Ay, müntəzəm. Has to-nun inkarı necə olacaq? Doesn't. Don't have to. Doesn't have. Doesn't have Doesn't. to. Have to-nun inkarı isə Didn't.
Didn't have. Didn't. Aha. Və ona görə harada haven't to, hasn't to, hadn't to gördüksə bu səhvdir. Bir dənə də need-ə toxunaq, need məsələsinə. Son olaraq da need-dir. Çünki need bildiyimiz kimi modal idi, həm də əsas feil idi. Need nə zaman modal olurdu? Yəni onun inkarına görə deyirəm. Need nə zaman modal olurdu? Özündən sonra sadə Özündən feil sonra feil gələrsə, bu gələrsə. zaman modal feil olur. Ancaq digər cümlə üzvləri gələrsə, bu zaman əsas feil olur. Bəli. Bir saniyə. Of. Hə. Deməli, need-dən sonra sadə feil gəlsə modaldır, amma birbaşa need-dən sonra to-lu feil gəlsə, isim ya da əvəzlik işlənərsə, o zaman o əsas feildir. Uşaqlar, need birbaşa feil gəlsə inkarı necə yaranırdı modal feil kimi? Hı? Elə özü ilə yaranır, needn't. Deməli, həmişə yadda saxlayaq ki, needn't plus sadə feil. Amma need-dən sonra to gəlsə və başqa need hissələr gələrsə, inkarı don't, doesn't, didn't-dan yaranır. İndi 70-də cavab nə olar? D-ni çıxırıq müəllim. D səhvdir. Y Won't variantı able to müəllimə. be. Y variantı. Can, will have. Deməli, bəli, düz deyirsiniz ki, deyini atdıq, won't be able to, de getdi. Aha, bunu da atırıq. Will be able-ın to-su yoxdur. Bəli, və birinci to-lara baxın da, asan yoluna gedək. Heç bir tərəfdə nöqtələrdən sonra to yoxdur. Able-ın to-su yoxdur, B getdi. B-yə baxdım. Sonra hansının to-su yoxdur? Diqqətli olun. Will have to. Y-də də have-ın to-su yoxdur. Qaldıq A ilə S-nin arasında. Hər zaman bir şey də diqqət edin. Bax, istər modal olsun, istər zaman olsun, məchul növ olsun, mübtədə xəbər uzlaşması və zaman uzlaşması hər bir testdə var. Mübtədə xəbər uzlaşması, zaman uzlaşmasına xüsusi fikir verin. Digər ipucumuzda zaman uzlaşması və mübtədə xəbər uzlaşmasıdırsa, hansı cavab səhvdir? Bax, diqqətli olun. He təkdir də, hə? And-dən sonraki feildir A he. variantı səhvdir müəllimə. Don't have to yox, don't has to olmalı. Doesn't have to, doesn't. Don't has to nədir? Fərid, elə bir şey yoxdur. Üzrlə söylədim Don't has müəllimə. to, Qarışdırdım. doesn't. Üzrlə söylədim. Yəni Bəli. don't cəm xəbərdir. He tək xəbərdir. Deməli cavab C-dir. Bəli, bəli. Aydın oldu uşaqlar? Bəli. 72-yə baxaq. Yenə bax, birinci to-ya baxın. Haven't, hasn't, hadn't to-nu, he needn't to-nu atırıq və zaman uzlaşması, mübtədə xəbər uzlaşmasına baxırıq. Aha. Bak yine yeni cümle. Karşı. Yox. Bax, birinci to-lara baxsaq, nə birincidə, nə də ikincidə to yoxdur. Nə edərik? D-ni atarıq. Bəli, able-ın to-su yoxdur. İndi zaman uzlaşmasına. D-ni not able. Able-ın to-su yoxdur. Bəli, burada da to yoxdur. İndi zaman uzlaşmasına baxaq. Bax, üçüncü ipucumuz zaman uzlaşmasıdır. Harda pozulub zaman uzlaşması? İstəyirsə kəni silirik də. B gedir. Bəli, bax, burada did-nə sual veribsə, deməli keçmişdir. Can indiki zamandır. Aynen Y qalır. Aha. Must da indiki zamanda o da gedir, qalır Y variantı. Must. Must indiki zamandır, qaldı Y. Başa düşdünüz? Bəli. 72. Beni de kente göre sildi. O kan indiki zamanda İndiki. orada Bəli, ona göre sildi. bəli. Mhm. Burada won't be able to-su var, bu heç. Wasn't To be able. varsa, indi to-ya görə ataq da, hansı modaldan sonra to olmur birinci tərəfdə, ona baxaq. Deməli D gedir, çünki Ne to değil to. benim artık. Ne değil. Bəli, D deyil, E deyil. Kəndən, Kənddən sonra da gəlməz. kəndən sonra to gəlməz. 2 dənə to yanaşı olmaz. Hı. İndi, Did olduğuna görə ikinci tərəfdə biz C-ni də silirik. Çünki have verib, indiki zamandadır. bəli, was keçmiş zamanda, have indiki zaman. Və burada da düz deyirsiz, did var. Cümlədə keçmiş var deyə iki tərəfdə keçmiş olmalıdırsa,
Onda bir dənə də cavabı silək. Oradakı A variantı want gələcək deyir. Want gələcək zamanı. Mən də burada bir şey soruşmaq istəyirəm. Wasn't be able to ola bilməz orada. Wouldn't be able ola bilərdi, bəli. Would çünki keçmişə nəzərən gələcəkdir. Yəni o B-ni deyirəm niyə götürdü? Orada be yoxdur axı. Məsələn, wasn't be able. Wasn't be to. olmaz. Was var özü to be deyə bilən would deyirsən. Yox, ola bilməz. Be yalnız will be, bir də ki would be able to. Would-dan da sonra doğrudan uşaqlar diqqət edin, would be able to olmalıdır. Çünki would be-nin keçmişidir. Modalar haqqında belə, indi Məhçunov istəyirdiniz, baxaq. Məhçula baxaq. Hə, müəllim. Bunu dünən inanırsınız təkrar eləmişdim. Özüm testlərində işləmişəm deyə vəbşə möhkəmlətmişəm. Amma hələ baxmamışam passive voice şeyə. Tamam. Məhçun növdə bax, bir neçə tip test var da. 4 tip test var. Bir dənə cümlə verir. Nəqli cümləni verir ki, məhçula çevir. Sual cümləsini verir, məhçula çevir. Bir də ki, 4-5 cümlə qarışıq verir. Choose a correct sentence. Düzgün cümləni seç. Bir də ki, which sentence can be changed into passive voice. Hansı cümlə məhçula çevrilə bilər. Bax, elə birinci bu nəqli cümlənin çevrilməsidir. Çevirək. Bu inanmıram belə indi dayı düşər. Cümləni məhçula çevirəndə biz nə edirik? Birinci ne edirdik mi? Mübtədanı Tamamlığı atırıq, götürürdü. we gedir. Bir kərə D variantı gedir. 2 dənə cümlə var da burada. We, buradan da made. İkisini də ataq. Görə ikinci tərəfdə made yerində qalan var, yoxdur. Aha, sonra nə edirdik? Əsas zamana fikir veririk. Cümlə hansı zamandırsa məhculdur, o zamanın məhcul quruluşu olmalıdır. So. Hansı zamandır? So. Keçmiş, ona görə Y gedir, hasn't indiki. Bu zamanın məhculu necə düzəlirdi? Was, were, participle to. Yes. Was were participle to. Ona görə bəli, burada has'dir. Bunu da atdıq. Sonra deməli bax never var cümlədə. Cümlə inkardırsa məhculu da inkar olmalıdır. Bunu da unutmayın. Onda A'dır da birbaşa. Yox, Jane-i də at. Yox, hələ ki də Jane-i ataq. He was singing in the dining room. Burada inkarlıq yoxdur. İkinci tərəfə də fikir verin. Bax burada da took keçmiş zamandır. Keçmiş zamanı məhculu da dedik ki was were participle to-dursa, amma adı being var. Was were being o zaman olardı ki was were being participle to hansı zamanın məhculudur? Keçmiş davam edici zamanın. Yəni desəydik ki was doing, tutaq ki was taking, hansı olardı? Was being done, was being taken. Başa düşdünüz? Deməli müəllim, cümlədə yuxarıdakı nümunə cümlədə ing olmalıdır ki, biz də nümunəmizdə ing götürək. Əlbəttə ki being, Yəni davam edəcək. being o zaman olar ki oradakı fail ing şəkilçisi was were plus ing ya da am is are doing. İndiki davam edicidə də am is are being participle to'dur. Aydındır? İndi sual cümləsinin çevrilməsinə baxaq. Burada da bax, eyni qaydada sual cümlələrin çevrilməsində yenə eyni qayda. Biz mübtədanı tamamlığı feildən əvvəl atmalıyıq. Bax, sual cümləsində xüsusilə fikir verin. Feildən sonraki tamamlıq feildən əvvələ keçməlidir. Nəqli cümlədəki kimi. Çünki onun yerini dəyişmirlər. Sonra şeyə fikir verin. Yeni zamana fikir verin. Bir də ki, sual cümləsinin quruluşu. Sual sözü, köməkçi feil, mübtəda, xəbər. Bu quruluşa mütləq fikir verin. Müəllimə, bu sualda cavab B variantı olur. Bəli. Çünki baxın, birincisi these wonderful pictures. Tamamlıq paintdən əvvəli keçməliydi. Amma baxın, yerlərini dəyişməyib. Yerini atdıq. Sonra söz sırasına mütləq fikir verməliydik axı, düzdürmü? Yəni köməkçi feil mübtədadan öndə durmalıdır axı. Have this. Bax, C-də də have these wonderful pictures. A-da da mübtəda xəbər uzlaşması pozulub. Pictures cəmdədir, has təkdədir. Yəni mübtəda xəbər uzlaşması, zaman uzlaşması, fikir verin. Hər yerdə fikir verin, bütün testlərdə. İndi bu tipinə baxaq. C niyə səhv oldu müəllimə? Neçədə Vüsal? C-ni niyə səhv götürdünüz? C ilə D-də, bax, have köməkçi feilimizdir. Sual cümləsidirsə, sual sözündən sonra köməkçi feil, sonra mübtəda, sonra xəbər gəlməlidir. C-də amma bax, have,
Have sonradadır. Have gəlməlidir burada. Sual sözündən sonra mübtədanın qarşısında durmalıydı. Have these wonderful pictures. Bilmirəm. Deməli, bizə belə qarışıq cümlələr verəndə ki, hansı məhculdur? Bax, görürsünüz, choose the correct sentence in the passive voice. Burada biz yalnız nə axtarırıq? Əgər belə nəqli cümlədirsə, orada sadəcə nə axtarırıq? Kimin yadındadır? Bir üstəgəl participle to axtarmalıyıq. Bəli. Bir participle, yəni məhcul quruluş axtarmalıyıq. Məsələn, burada 2 uyğun gəlir. Tamam. Yox, Bir bir də dəfə 2 4. Yox. hə, düzdür. İkincisi, was, were, is, are olan cümlədə nə olmazdı? Bin olmazdı. Bəli. Bunun sual cümləsində də fikir verin, fərqi yoxdur. Bin olmaz. Bəli. Buna fikir verməliyik. Sonra deməli, üçüncüsü. İndi gəlin bu iki ipucu əsasında 16-ya baxaq. Fərqi demişkən, nəqli cümlələrdə sadəcə to be participle to quruluşunu axtarıramsa, baxın, birdə okey, bin var, amma bindən sonra feil gəlməyib, baxın, here, burada. Participle to nədir? Feilin ya idi şəkilçili forması, ya da kökündən dəyişən feildir. Sent, kökündən dəyişən feil var, amma qabağında izi, vozu, arı, vörü yoxdur. 2-də var amma, görürsünüz, been, worn. Worn hansı feilin üçüncü formasıdır? Bu geyinmək Bəli, deyil. feil, Hə də geyinməkdir. 3-də orada Wear. idili feil var, amma qabağında to be-si yoxdur. 4-də was var və ardınca bəli, blocked idili feil gəlib, deməli true doğrudur. Amma əgər uşaqlar, verilən cümlə belə bu tip choose the sentence in the passive voice. Məhculda olan düzgün cümlələri seçin. Bu cür sual cümlələrdirsə, onda orada nəyə baxmalıyıq? Birbaşa cümlənin sonuna baxırıq. Sual cümləsi nə ilə bitsə məhcul olmazdı? Sifət və zərflə bitsə, bu Zərf zaman yox. məhsul növü olmur. Zərf yox, sifət ya da mine, yours, his, hers, ours, theirs. Müstəqil. Müstəqil gəliş əvəzləyib. Aha. İndi sizcə hansı cavabdır? Burada deməli 1 deyil. 2-4 olur da, 2-4 Bir də cavab. 3 deyil, 2 4-dür. 2, 4, bəli. Deməli, bax, birdə nə ilə bitib? Tasty. Sifətlə. Sifətlə. 3-də də interesting. Yenə Sifətlə. sifətlə. Cavab 2 ilə. Deməli müəllim necə dedi? Sifətlə bitənlər passiv voice deyil də, eləmi? Bəli, sifət yox, amma bu yalnız nə yaratdı? Sual cümləsi, ha. Köməkçi feillə başlayan sual cümlələri sifətlə və mine, yours, his, hers, ours, theirs-la bitibsə məhcul deyil. Digər ipucumuzdur uşaqlar. Bax, baxın 18-ci. There has been. Cümlənin həmişə başına diqqət edin. Cümlə əgər there is, there are, there was, there were ya da onun sual forması was there, is there ilə başlayıbsa məhcul deyil. Bax, 2-də there has been ilə başlayıb. Belə, bax 4-də də is there ilə başlayıb. Məhcul deyil. Bir də buna diqqət edin. Is this the man? Sual cümləsində this zətdən sonra birbaşa isim gəlməlidir ki, məhcul olsun. Araya article girsə, məhcul deyil. Necə olmalıdır? Is this man invited to the meeting? Başa düşün. Man, is man olma. Is this man. Bəli, Orada. this, that, those-dan sonra birbaşa isim gəlməlidir ki, məhcul olsun. Başa düşdünüz? This plus isim.